Sabahınız xeyir olsun, gününüz güzel geçsin. Neçə gündür baxıram, gündəmi zəbt edən bütün saytlar Zahir bəyin verilişindən sonra, rəngarəngdən sonra bunun nə qədər evi var, falan qədər kapitalı var, nə bilim nə, bütün saytlar böyüdə yazıbdı Aygül'ün 3 evi, nə bilim nəyi. İndi deyəcəksiniz ki, özün dedin, öz ağzından deməyərdin. Haqlısınız, bəlkə də deməmək lazım idi, amma mən istəyirəm sizə qısa tarixçəsini danışım, yəni nəyi necə aldığımın. Mən qızlar Mingəçevirdə böyümüşəm və Fəhlə ailəsində böyümüşəm. Mən Bakıya gələndən sonra 2 işdə bir yerdə işləmişəm. Askom vermağında satıcı işləmişəm, Qızılay elində. Sonra o qədər işlərdə işləmişəm ki, valla. Bilirsiniz, Qızılda maaş yaxşı olurdu. Oradan loteriya oynayıb, bunu mən saytlarda da demişəm. Özümə ilkin ödənişini düzəldib təbii ki. Balaca bir maşın almışam. O vaxt o maşın 6-7 min qiyməti var idi. Sonra onun kreditini bağladıqdan sonra manatın üstünə qoyub, qəpik üstünə qoyub, vallahi 9 manatın üstə 1 manat qoyub, 10 manat edib kartımı atıb mən elə yığıb. O vaxt Xırdalanda evlər var idi. Bunlar da ilkin ödənişlə verilirdi, indi də var. Gəlib Xırdalandan 12 min bir tər düzəltmişəm. Təbii ki, atam da 1-2 min kömək eləyib və mən gəlmişəm Xırdalandan evimi almışam. Nə qədər qırım, qızılım, toyumdan qalan mənə var idisə, hamısını satıb Xırdalandan evimin ilkin ödənişini verib içinə girmişəm, belə deyim. Və illərdir də hələ də onun krediti var və mən ödəyirəm. Ardınca kreditimi yarıladıqdan sonra, ondan sonra 2020-ci ildə ikinci, çünki toylardan, məclislərdən yığdığım, bilirsiniz də orada məbləğ çox baha deyil, 10-15 mindir ilkin ödəniş. İkinci mənzilimi almışam və o da hələ ki kreditdədir, 49 min krediti var. Yəni ki, dostlar, mən nə eləmişəmsə kreditlə eləmişəm, ya da hansısa kişi gətirib mənim altıma ev qoymayıb, nə də maşın qoymayıb. Yəni bunu belə şişirdərək, qabardaraq, bunlar necə eləyir, biz eləyənmirik deməyin. Mən müğənniyəm və yetəri qədər göz önündə olan insanım. Yetəri qədər də Instagramda, TikTokda mən çox paylaşmasam da, Instagramda görürsünüz ki, mənim toyum göz önündə, işim, gücüm, məclislərim göz önündə. Yəni məncə fəxr edilməsi bir şeydir ki, fəhlə qızının gəlib özü üçün bir gün ağlamağı, heç kimdən asılı olmamağı, bu aşağılanacaq bir şey deyil. Bunlar nətər eləyir deməli deyil də, halal olsun bu qıza demək məncə daha rahat olardı, əgər içiniz əl verərsə, qəlbiniz təmiz olarsa. Yəni budur mövzu qızlar. Yəni mənim hardasa bir 300 minlik bir 5 dənə evim yoxdur. Üst-üstə gəlsə, mən dedim ki, kreditləri bitsə bu qədər olar. Yəni mən kredit ödəyirəm, bugünü mən 3500 kredit ödəyirəm, plus biznesimə kreditim var. Yəni siz yorğanınızın altında yatanda, valla mən səhər gedirəm kargoya, mallarımı gətirirəm, oradan keçirəm mağazaya, onların çəkilişini edirəm, kargoları açıram. Oradan nə bilim axşam gəlirəm, hazırlaşıram salona, toyuma, məclisimə. Mən yatanda saat 5 olur. Yəni biraz siz də əziyyət çəksiniz, valla hər şey əldə edərsiniz. Nə bilim, komentar ürəyimi bulandırdı da, belə deyə bilərəm, komentariyalar. Sırası hazırsınız ki, qadına bax, burasına bir dənə pozğun damğası yapışdırmağa. Ya da hansısa kişi eləyib, vallahi heç bir kişi eləməyib. Bu dəqiqə hansısa kişi adama gətirib sıfırdan heç nə eləmir. Sənin bir 30 minlik nəyisi olur, o da üstünə bir 10 min, 20 min qoyur, alırsan 50 minliyini. Amma heç bir kişi sıfırdan gəlib ki, məsələn, 300 minlik, 200 minlik ev almır. Düzdür?